Gözəl danışıq sənəti insanın nitq qabiliyyətini və dinləyiciləri özünə cəlb etmək üçün istifadə etdiyi metod və texnikaları əhatə eləyir. Bu sənət həm şəxsi, həm də professional həyatımızda əhəmiyyətlidir. İnsanın fikirlərini dəqiq və təsirli şəkildə ifadə etməsi, onun digər insanlarla əlaqələrini və uğur qazanmasını asanlaşdırır. Mən indi sizə gözəl danışıq sənətinin 7 əsas prinsipini danışacağım. Birincisi, diksiyanın düzgün olması, sözlərin aydın tələffüz olması, düzgün tələffüz edilməsi dinləyicinin danışanı asanlıqla anlamasına kömək eləyir. İkincisi, səs tonunun düzgün seçilməsidir. Nitq zamanı istifadə olunan səs tonu danışığın emosional təsirini artırır. Səsin yüksəlməsi və ya azalması ilə verilən mesajın əhəmiyyəti vurğulanır. Üçüncüsü bədən dilidir. Jestlər, mimikalar və duruş nitqin təsirini gücləndirir. Göz təması qurmaq, açıq əllərdən istifadə eləmək kimi bədən dil elementləri dinləyicinin diqqətini cəlb eləyir. Dördüncüsü, nitqin strukturu. Düşüncələrin ardıcıl və məntiqli bir şəkildə ifadə edilməsi dinləyicinin mövzunu anlaması və izləməsi üçün vacibdir. Giriş, inkişaf və nəticə hissələrindən ibarət olan nitq dinləyici üçün anlaşıqlı olur. Beşincisi, söz ehtiyatı. Zəngin söz ehtiyatına sahib olmaq və düzgün ifadələr seçmək danışığın keyfiyyətini artırır. Altıncısı, məzmunun maraqlı olması. Nitqimizin məzmunu maraqlı və dinləyicilər üçün aktual olmalıdır. Hekayələr, nümunələr, statistik məlumatlar nitqi daha da maraqlı və təsirli eləyir. Yeddinci və sonuncusu, dinləyici ilə əlaqə qurmaqdır. Dinləyiciləri fəal şəkildə dinləmək və onların reaksiyalarına cavab vermək nitqin qarşılıqlı əlaqəli olmasını təmin eləyir. Ümumiyyətlə, gözəl danışıq sənəti təcrübə və davamlı öyrənməklə inkişaf etdirilə bilən bacarıqdır. Bu bacarığı inkişaf etdirmək üçün danışıq praktikasına zaman ayırmaq, müxtəlif nitq texnikalarını öyrənmək və tətbiq eləmək, həmçinin mütəxəssislərin məsləhətlərindən faydalanmaq lazımdır.